Mənsum müəllim, gözəl fikirlərlə, gözəl arzularla, gözəl niyyətlə sizə bugün hələlik söyləyirik. İnşallah 70-də və 75-də görüşmək ümidi ilə deyirəm. Ümid edirəm o vaxta qədər də bax bu layihə davamlı şəkildə öz ömrünü, öz həyatını yaşamış olar. Xəzərin sahilindən, Xəzərin ruhundan sizin ruhunuza bir parça qatdıq və hesab edirəm ki, Xəzər də bizdən razı qaldı və sizə bol-bol uğurlar arzu edirəm və ənənəmiz var ki, biz, Mənsum müəllim, sizə veriliş boyu içdiyiniz, təriflədiyiniz, dadını bəyəndiyiniz, bax bu Hacı Seylon çaylarından aparırsınız evə. Bütün növ var burada. Təşəkkür edirəm. Və Mənsum müəllim, burada olan bu təqvimdir. Ömrünüzə təqvimin bütün günləri gözəl yazılsın, özəl yazılsın və xüsusi yazılsın. Çox təşəkkür edirəm Fəxriyə xanım. Necə ki, bu verilişiniz elə uzun ömürlüdür, həmişə də uzun ömürlü olsun. Həqiqətən bu belə verilişlərə bizim cəmiyyətimizin çox ehtiyacı var. Həqiqətən bu bir maarifləndirici bir verilişdir. İnsanları maarifləndirir, düz yola sövq eləyir. Və təbii ki, sizin kimi bir gözəl aparıcı və sizin bax bu yaradıcı komandanız. Hər birinizə təşəkkür edirəm, işlərinizdə uğur arzu edirəm. Biz sizə təşəkkür edirik, çox sağ olun və hər zaman söylədiyimiz fikirlərin bugün də bariz nümunəsini, bariz sübutunu görmüş oluruq. Hər nə yaşayırıqsa yaşayaq, bu həyatda yalnız və yalnız tapındığımız yeganə bir hiss var. O hissdə sevgi hissidir və şükranlıq hissidir. Hər birinizə bol sevgilər arzusu ilə hələlik söyləyirik. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.